4-5-1-də ənənəvi olaraq qalacaq. Hücumda kim oynayacaq? Mənə çox maraqlıdır. Musa Zədəlidir, hə? Yox, Camilo Duran mı oynayacaq, yoxsa Nərman mı oynayacaq? O maraqlıdır. Yox, mən Musa Zədəlidir. Musa Zədəlidir. Yox, Zədəlidir, inanmıram heyətdə olsun. Zədəlidir çünki. Camilo Duran oynasa daha yaxşı olar. Nərmandan daha çox fayda verəcək. Playmaker olaraq Kadimi oynayacaq, yoxsa nəsə bir dəyişiklik mi eləyəcək? Çünki nə dəyişiklik eləyə bilər? Leandro Andradini oynada bilər, sağ cinaha. Amma belə də eləyə bilər. Məsəl üçün, yəni bu qapıda belə deyək də, indi öz beynimdəki fikrim belədir. Kadini əgər oynatmasa, qapıda Koxalski, solda Elvin, mərkəzdə Medina, Bəhlul, sağda Mateos, dayaqda Yankoviçlə Bikalyo, yarım müdafiədə Playmaker Leandro, sağ cinahda Camilo Duran, solda Zubir, hücumda Nərman. Əgər Kadini belə deyək də. Kadini oynadacaq. Yəni risk etməzdi bu oyunda. Sən dediyin o bəlkə də oyun stresi, lazımsız yerdə alınan sarı vərəqə Qurbanovun həmin oyunda qəzəbinə səbəb olub, amma bu oyunda riskə atmağa ehtiyac yoxdur. Yəni Nərman məncə Nərmanla başlamaqdansa elə Kadini ilə başlamaq daha məqsədə uyğundur. Hücumda da Camilo Duran.